Səndən. Elə niyə? Nə bilim, deyir, hər yetimin bir havadarı olar. Mənim də havadarım sənsən də. Belədir. Amma heç sözə baxan yetimə oxşamırsan, ha? Yenə Əzizi deyirsən? Bax, bu olmadı, Səməd. Ha, Batriyadın başçısı mənəm ya, yox? Sənsən, qızışma. Xəbərin var? Gubernator qızıl pulla başına 2000 manat kəsib. Ha, görürsən? Gubernator dəli deyir ki, havayı yeri o qədər pulu mənim başıma versin. Deməli, mənim də başım bir şeydən çıxır. Zarafata salma. Heç kəs sənin ağlına şübhə eləmir. Ancaq, qulaq as mənə, Məmməd. Əzizə çox bel bağlama. Unutma ki, atası ömrü boyu çar idarəsində məmur işləyib. Kendilərin başına nə oynaçıb, onu bir Allah bilir. Əzizin özü, Musavat ordusunun könüllü əskəri olub. Nə oldu, birdən-birə dəyişdi, gəlib sənin atriyadına qoşuldu. Günardan çıxdı belə. Yaxşı. Onda qoy mən də səndən bir söz xəbər alım. Əzizi kim məcbur eləmişdi ki, burada, həmin bu kababxanada məni jandarmların əlindən alsın, hə? Kim? Bilmirəm. Ha, bəs Həbibənin xilası? Tək başına 2 nəfər əclafın üstünə düşüb, Həbibəni ölümdən qutarıb. Kişinin oğlu canından bezməmişdi ki, bəlkə bunu mənə başa salasan? Nə bilim? Ha. Bəlkə atriyada hələ boş gəlmək istəməyib. Ay Səmə, əziz kimi adamlar bizə çox lazımdır. Zalim oğlu gözü bağlı söküb yığır pulemyotu. O olmasaydı, bizim uşaqlardan bircəciyi də heç pulemyotun tətiyini də çəkə bilməzdilər. Kişi oxumuş adamdır, zarafat deyil. Özün bilən yaxşıdır. Tək sən deyən olsun. Ancaq bircə xahişim var. Əzizin hardan gəlib sizə qoşulduğunu heç vaxt unutma. Əzizə heç kəs məcbur eləməyib, o könüllü qoşulub bizə. Mən Əzizə inanıram. Nə deyirəm ki? Hər halda unutma. Atalar sözdür, namərd mərdə həmiş arxadan vurar. Qorxma Səməd. Mən kürəyimi güllüyə çevirən oğullardan deyiləm.